Bu misala deyir atanın yaşı 35, uşaqların yaşı isə 2-5-dir. Ata 35, uşaqlar 2 dənədir. Birinci uşaq, ikinci uşaq. Birin yaşı 2-dir, birinin də yaşı 5-dir. Deyir neçə ildən sonra deyirsə, hər birinin üzərinə eynisini gəlməlisiniz. Yəni məsələn, uşaqlara artırım ata qalsın, elə bir şey olmur. Hamı böyüyür. Deyir atanın yaşı uşaqların yaşının cəmindən 2 dəfə çox olacaq. Atanın yaşı budur. Bərabər eləyirəm. Uşaqların yaşlarının cəmi 2 dəfə çox olacaq deyə vururam 2-yə. 7 üstəgəl 2x eləyir. 2-yə vuranda 14 üstəgəl 2x. Olacaq x çıxısın 2x bərabərdir 14 çıx 35. Mənfi x bərabərdir mənfi 21. X də alacaq 21. Yəni baxaq, bir səhvimiz yoxdur. Burada 7 üstəgəl 2x 2-yə vuranda bu 4x eləyir. Onda bu da 4x olacaq. Bu da olacaq mənfi 3x. X 7-dir. Cavab olacaq 7.